Salam dəyərli izləyicilərimiz, zəhmət olmasa kanala abunə olun, videoları bəyənin. Çünki kanalın aktivliyi sizdən asılıdır. Keçmiş zamanlarda olduqca nadir bir uşaq hər dəfə çöldə uşaqlarla dalaşar, dəcəllik edər və qonşuları bezdirərmiş. Günlərin biri uşaq yenə öz həmyaşıdlarla səbəbsiz yerə dalaşmağa başlayır. Onu dərhal atasının yanına gətirirlər və həmişəki kimi uşaqdan şikayət edirlər. Buna görə də atası onu dərhal cəzalandırmaq istəyir. Lakin uşaq atasına belə deyir: "Bəli ata, haqlısan, mən səhv etmişəm. Lakin həmin səhvi edən vaxtı ağlın başında olmayıb. Sən ki ağlın başında olan bir adamsan, sən ki ağıllı bir insansan, xahiş edirəm məni cəzalandırma." Bu sözləri eşidən ata uşağın verdiyi cavabdan məmnun qalaraq uşağı cəzalandırmır.